Şeyx, nə üçün siz xavaricləri ölkə üçün təhlükə görürsünüz və nə üçün hamı onlardan çəkindirməlidir? Xavariclər, mən deməmişəm ki, təhlükə. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyib. Deyib ki, onları harda görsə öldürür, düz hakim işidir. Hə, yəni o dərəcədə. Baxmayaraq başqa firqələr də var, onun ailəsini söyənlər və s. Onlar barədə heç nə deməyib. Amma məhz xavariclər barədə deyib. Aydındır, təhlükədir də. Çünki onlar Peyğəmbər sallallahu əleyhi və səlləm nə deyib? Deyib, kafirləri qoyub müsəlmanlarla işləri olacaq. Aydındır, hətta bizim meçdə hücumu cuhudlar zad eləmədi ki. Xavariclərlədir də. Namaz qılanlar üstə qumbara atdı. Gör nə gündə, nə bədbəxt o insan. Ki, namaz qılan vaxtı səcdə qumbara atır müsəlmanların üstünə. Düzdür, o kafir görür, ona görə. Hamısı gör necə fikirlərdir. Ona görə onlarla mübarizə aparmaq lazımdır. Elmlə, biz elmlə, dəvətlə mübarizə aparacaq. O güclə və s. artıq dövlətin işidir, bizim işimiz deyil. Aydındır? Bəli.